palitrasında yazın rəngləri insanın daxili aləmini ifadə edir. Təbiət yazın gəlişi ilə yenilənir. Bu yenilənmə rəssamların yaradıcılığında xüsusi bir yer tutur. Onlar üçün yaz sadəcə mövsüm deyil, işığın, rənglərin və ovqatın dəyişdiyi bir zamandır. Yaz gələndə qışın soyuq palitrası rənglərini daha isti rənglərlə əvəz edir. Təbiət canlanır, quşlar, çiçəklər, həşəratlar hamısı hərəkətə gəlir və bu təkcə təbiətdə deyil, həm də insanın ruhuna da təsir edir. Ona görə ki, biz rəssam olaraq təbiətdən ilham alırıq. Yazın bütün rənglər, açıq tonlar hər zaman məni özünə cəlb eləyir. Çünki yazda günəşin şüaları belə təbiətdə keçid tonları yaradır və rəssamlar bundan qaynaqlanırlar. Palitramda məsələn çəhrayı, narıncı, bənövşəyi, firuzəyi rənglərə daha çox üstünlük verirəm. O da məndən asılı deyil, yəni təbiət özü sanki bunu mənə diktə edir. Miniatürləri çox sevdiyim üçün və qrafik tərzdə işlədiyim üçün kağız üzərində akvarellərlə, yəni sulu boyalarla və yaxud da fərqli texnikalarla mən təbiətin ruhunu, təbiətin gözəlliyini tamaşaçılara ötürməyə çalışıram. Palitrada seçilən hər rəng təbiətdəki dəyişimin fərqli bir hissini ifadə edir və sonda tablonun dilinə çevrilir. Hər fırça toxunuşu duyğuların rənglərlə danışan dilidir. Bahar Telman qızı, Səhər çağı.